Salam dəyərli müəllimlər. Mən bu gün sizə Azərbaycan Respublikasında ümumi təhsil dövlət standartları mövzusunun testlərinin izahını göndərəcəm. Miq və sertifikasiya hazırlaşan müəllimlərimizə dəstək məqsədi ilə yaratdığım qrupu və düşünürəm ki, hər birimizə faydalı olar. Birinci sualımız belədir. Dərs zamanı müəllim şagirdləri kimyəvi təcrübə aparmaq üçün laboratoriya aparır, lakin heç bir təhlükəsiz tədbiri görmür. Demək ki, müəllimlər, əgər dərs müddətində müəllim laboratoriya şagirdləri aparırsa, heç bir təhlükəsiz tədbiri görmürsə, bu zaman nə olacaq? Əlbəttə ki, pedaqoji tələblərdən dəstəkləyici mühitin yaradılması pozulacaq. Nə üçün? Çünki biz dəstəkləyici mühiti keçəndə də demişdik ki, şagirdlər üçün təhlükəsiz təhsil şəraiti yaranmalıdır. Onlar deməli bütün fiziki, psixi zorakılıqdan yəni uzaq olmalıdır. Əgər belə bir hal baş verirsə, demək ki, şagirdlərin dəstəkləyici mühiti pozulmuş olur. Ona görə də yəni təhlükəsiz təhsil şəraitinin yaradılması özü də elə dəstəkləyici deməli mühitin yəni yaradılması deməkdir əlbəttə ki. Əgər müəllim tədbir görmürsə, dəstəkləyici mühit nə olmuş olur? Pozulmuş olur. Təbii ki də burada D variantı olacaq. 2-yə baxırıq. Deyir, müəllim təşkil etdiyi nümunəvi dərsdə məktəbin direktoru, direktor müavini iştirak edirlər. Müəllim dərs prosesində daha hazırlıqlı şagirdlərlə sual-cavab edir. Digər şagirdlər prosesdən kənarda qalır. Baxın müəllimlər, müəllim daha hazırlıqlı bir neçə şagirdlə sual-cavab edir və digər şagirdlər kənarda qalır. Bu zaman nə olur? Əlbəttə ki, digər şagirdlər üçün dərs əlçatan olmur. Yəni dərsdən uzaqda qalırlar. Onlar üçün nə olur? Yəni dərs əlçatan olmur. Əlçatan olmursa, bu zaman pedaqoji tələb olaraq hansı pozulmuş olur? Əlbəttə inklüzivlik pozulmuş olur. Çünki inklüzivlikdə nə demişdi? Demişdi ki, təhsilin bütün şagirdlər üçün əlçatan olması. Yəni heç biri birindən kənarda qalmamalıdır. Bütün yəni şagirdlər üçün eyni təhsil şəraiti yaradılmalıdır dərs müddətində. Yəni onların fiziki sağlamlığından, yəni asılı olmayaraq, hər hansı bir qüsurundan asılı olmayaraq bütün şagirdlər üçün təhsil əlçatan olmalıdır demişdi. Əgər şagirdlər yenə də biri kənarda, digərlə biri kənarda qalırsa, demək ki, inklüzivlik pozulmuş olur 2-də. Düzgün cavab C variantı. 3-də deyir ki, sinifdə şagirdlərdən biri davamlı şəkildə digər iki yoldaş tərəfindən incidilir. Müəllim bu halı müşahidə etməsinə baxmayaraq heç bir tədbir görmür. Düşünür ki, bu işlə məşğul olmaq vaxt itkisinə səbəb olacaq. Yəni ona görə də məşğul olmur. Deyir, bu aşağıda verilənlərdən hansı doğrudur situasiyamıza? İndi baxırıq. Bir də deyir ki, ümumi pedaqoji tələblərdən təhsildə bərabər imkanların yaradılması. Təhsildə bərabər imkanların yaradılması ilə burada heç bağlı heç bir şey yoxdur situasiyada. Ona görə biri götürə bilmərik. 2-də deyir, müəllim təhsil alanı müstəqil həyata, əmək fəaliyyətinə hazırlamaq. Xeyr, əmək fəaliyyətidir. Müstəqil həyata hazırlamaqla bağlı burada heç bir şey deyilmirdi. 3-də deyir ki, müəllim şərəf və ləyaqətinə hörmətlə yanaşılmanı. Xeyr, bu da deyil. 4-də deyir ki, ümumi pedaqoji tələblərdən fəaliyyətin stimullaşdırılması. Xeyr, fəaliyyətin stimullaşdırılması ilə bağlı burada situasiyada heç bir məlumat verilməmişdi. 5-də deyir ki, ümumi pedaqoji tələblərdən dəstəkləyici mühitin yaradılması pozulmuşdur. Bəli, əlbəttə ki, biri digərinə təzyiq göstərirsə, digər şagirdi incidirsə, bu zaman nə olur? Əlbəttə ki, pedaqoji tələb olaraq dəstəkləyici mühit pozulmuş olur. 5-i götürə bilərik. 6-da deyir ki, müəllim təhsilanan fiziki və psixi zorakılığın bütün formalarından qorumalıdır vəzifəsini yerinə yetirmir. Təbii ki də doğru. Yəni fiziki və psixi zorakılığı göstərir. Biri digərinə fiziki təsir göstərirsə, psixi təsir göstərirsə, digər şagirdə əlbəttə burada da dəstəkləyici mühit pozulmuş olur. Ona görə də 5 və 6-nı götürə bilərik 3-də. 4-də deyir ki, müəllim şagirdlərə esse yazmağın strukturunu öyrətməyə hədəf qoyur və onlar üçün bir neçə deməli esse mövzunun adını onlara yazır və deyir ki, hərə özünə maraqlı gələn mövzular haqqında esse yazsın. Yəni bu zaman müəllim nə edir? Təhsildə bərabər imkanlar yaradır. Nə üçün? Çünki birinə çətin, birinə asan mövzu versəydi, bu zaman yəni fərqlilik olardı şagirdlər arasında, bərabər imkanlar pozulmuş olardı. Lakin müəllim deyir, hərə özünə maraqlı gələn mövzu haqqında esse yazsın. Təbii ki də burada bərabər imkanlar qorunmuş olub 4-də.
5-ci suala baxırıq müəllimlər. Deyir, müəllim kesikə keçirdikdən sonra nəticələri təhlil edib, şagirdlərdən hansı alt standartın tələbini yerinə yetirməkdə çətinlik çəkdiklərini müəyyənləşdirir. Bəli, müəllim deyir, kiçik summativ qiymətləndirmə keçirir və nəticələri təhlil edir. Əlbəttə ki, hər bir müəllim keçirdiyi KSG-lərdən sonra nəticələri təhlil etməlidir. Yəni şagirdləri hansı istiqamətdə inkişaf etdirdiyini bilməlidir. Və yaxud da hər hansı və baxmalıdır nəticəyə. Ümumiyyətlə şagirdlər nəticələri yaxşı yazıblar, yoxsa ki, hər hansı bir istiqamətdə inkişaf etdirməlidir. Bunların hamısının təhlil olunmalıdır təbii ki də. Və müəllim əgər bunu təhlil edirsə, şagirdlərin çətinlik çəkdikləri o mövzular üzərində yeni planlar həyata keçirirsə ki, mən gələn dərsdə, gələn deməli bölmədə bunları inkişaf etdirib, əlbəttə ki, müəllim nə etmiş olur? Şagirdlərdə inkişaf yönümlülüyü yerinə yetirmiş olur, yəni bərpa etmiş olur. Pedaqoji tələb olaraq inkişaf yönümlülüyü gözləmiş olur əlbəttə ki. Çünki şagirdlərin o nəticələrini təhlil edir və nəticəyə gəlir ki, gələn dəfə onları daha da inkişaf etdirsin, onların o çətinlik çəkdiyi mövzular üzərində daha da çox işləsinlər. Ona görə də burada inkişaf yönümlülük qorunmuş olur. Y variantıdır 5-də. Altda deyir ki, aşağıdakılardan hansı pedaqoji prosesin tamlığına aiddir? Bəli, əgər tamlıq demişdik ki, 3 anlam kimi yadımızda qalır. Öyrədici, inkişaf etdirici və tərbiyə edici olmalıdır. Yəni bunlardan biri olmazsa, bu zaman nə olur? Zəncirin biri qırılmış olur sanki. Bunlar zəncirvari olaraq bir-birinə bağlanmış olur. A-da deyir ki, müəllim dərs müddətində şagirdləri inkişaf etdirmək üçün sual-cavab vaxt ayırmaqdansa davamlı dərsi izah etməyə üstünlük verir. Demək ki, müəllim şagirdlərə deməli inkişaf etdirmək üçün sual-cavaba vaxt ayırmır, onlara özü izah edir. Yəni müəllim özü danışır daha çox. Bu zaman nə olub? Əlbəttə ki, şagirdləri inkişaf etdirməyib də, inkişaf etdirici olmayıb şagirdlər üçün. Çünki o şagirdlər də sual-cavabda daha doğrusu sual-cavabda iştirak etsəydi, inkişaf etmiş olardılar. Yəni tərbiyə edici, öyrədici və inkişaf etdirici xüsusiyyət bir-birini tamamlayardı. Amma şagirdlər sual-cavabda iştirak etməyiblər. Bu zaman elə dəstəkləyici, daha doğrusu pedaqoji prosesin tamlığı pozulub burada. Elə A variantında tamlıq pozulmuş olur müəllimlər. Düzgün cavab A variantı olacaq 6-da. 7-yə baxırıq. Müəllim şagirdlərə dövlət rəmzləri haqqında məlumatlar verir. Hər bir Azərbaycan vətəndaşının bunları öyrənməsinin önəmli olduğunu deməli aşılayır onlara. Yəni onlara vurğulayır ki, hər bir vətəndaş üçün önəmlidir. Yəni dövlət rəmzlərimiz önəmli olduğunu onlar üçün vurğulayır və deyir bu situasiyada müəllim şagirdlərdə hansı səriştə formalaşdırır? Əlbəttə ki, müəllim hansı səriştəni formalaşdırmalıdır? İndi oxuyağın cavabları. A-da deyir ki, tənqidi təfəkkür fəaliyyətin stimullaşdırması. Xeyr, burada tənqidi təfəkkürlə bağlı hər hansı bir münasibət göstərmir, fikir bildirmir. Yəni A ola bilməz. Bir də deyir rəqəmsal savadlılıq. Xeyr, rəqəmsal savadlılıq əsasən məsələn kompüterlə bağlı olsaydı, kompüter işi olsaydı, hər hansı bir kompüterdə bir icra olsaydı, rəqəmsal savadlılığı götürə bilərdik. Xeyr, kompüterlə bağlı burada heç bir şey olmadığına görə biz rəqəmsal savadlılığı da götürə bilmərik. C-də deyir ki, milli kimliyin dərki. Bəli, əlbəttə ki, dövlət rəmzlərini tanıması elə milli kimliyin dərki olacaq və şəxsiyyət yönümlülüyü olacaq. Demək ki, dəyərlərimizlə bağlı olaraq biz milli kimliyin dərki, milli iftixar hissi var idi və şəxsiyyət yönümlülük də deməli bizim prinsiplər içərisində şəxsiyyət yönümlülük var idi ki, orada da fərəki fəaliyyət, psixomotor fəaliyyət, milli bəşəri dəyərlərin formalaşdırılması var idi şəxsiyyət yönümlülükdə. Və bunlar bir-birini tamamladığına görə buradan C variantını götürə bilərik. D-də deyir ünsiyyət, şagird yönümlülük, xeyr, informasiya savadlığı, xeyr, informasiya savadlığında da Y-də deyir informasiya savadlığı, xeyr, informasiya savadlığı demişdik ki, şagirdlərin hər hansı bir informasiya toplaması idi, istər internetdən, istər müəllimindən, istər valideynindən hər hansı bir informasiya toplaması var idisə, bu zaman informasiya savadlığı inkişaf etmiş olurdu şagirdlərdə. Demək ki, 7-də düzgün cavab C variantı oldu müəllimlər. 8-ə baxırıq. 8-ə baxırıq. Deməli, müəllim şagirdi qrup işi zamanı effektiv çalışmaları üçün xüsusi meyarlar olan rubriklər hazırlayır.
Bu cür rubrik hazırlamaqda müəllim təhsil alanlarda hansı səriştənin formalaşmasını hədəfləyir? Əlbəttə ki, müəllimlər harda qrup işi varsa, yəni qrup işi harda olur? Əməkdaşlıq var da burada. Qrup işi varsa, mütləq əməkdaşlıq olacaq. Yəni burada biz nəyi götürə bilərik? Elə əməkdaşlığı götürə bilərik. A variantı. Yəni şagirdlər qrup şəklində fəaliyyət göstərirlər, xüsusi meyarlar, rubriklər hazırlayırlar, özləri hər hansı bir məşğuliyyət varsa, burada qrup şəklində nə isə həll edirlərsə, hər hansı bir məsələ həlli varsa və yaxud da ki, texnologiya dərsində əl işləri hazırlaya bilərlər qrup şəklində və yaxud da ki, bir esse yaza bilərlər. Bəli, bu qrup şəklində baş verirsə, bu zaman şagirdlər arasında əməkdaşlıq yaranmış olur. Ona görə də biz deməli, burada soruşur ki, təhsil alanlarda hansı səriştənin formalaşması hədəfləyir? Əlbəttə, əməkdaşlığı götürə bilərik. Deməli, əmək fəaliyyətlə bağlı olan səriştədir ki, bu da əməkdaşlıqdır. Burada düzgün cavab A variantıdır. 8-də. 9. 9-da deyir ki, cədvəli tamamlayın. Baxaq cədvələ. Deyir, şagirdlərdə hansı mövzuda çətinlik çəkdiklərini, yuxarıda deyir ki, təhsil alanlarda formalaşdırılan səriştə, ümumi pedaqoji tələblər. Yəni, burada həm səriştə, həm tələbi soruşur bizdən. Bir də deyir ki, şagirdlər hansı mövzuda çətinlik çəkdiklərini müəyyənləşdirərək müxtəlif strategiyalardan istifadə edib vəziyyəti düzəltməyə çalışırlar. İkidə deyir ki, müəllim fiziki qüsurlu şagirdin sinif mühitində tez adaptasiya olması üçün fərqli qrup işləri həyata keçirir. İndi baxırıq ki, aşağıdakılardan hansı bu situasiyaya uyğun gəlir? Situasiyaya uyğun gəldiyini yoxlayırıq. Bir də deyir ki, rəqəmsal savadlılıq, şəxsiyyət yönümlülük, xeyr. Çünki yəni burada rəqəmsal savadlıqla bağlı heç bir məlumat verilmədiyinə görə biz biri götürə bilmərik. İkidə deyir ki, tənqid təfəkkür, fəaliyyətin stimullaşması, xeyr, tənqid təfəkkür də yoxdur burada. İkidə deyir, B-də deyir ki, müstəqil öyrənmə, şagird yönümlülük və əməkdaşlıq, inklüzivlik. Baxın müəllimlər, yuxarıda dedi ki, şagirdlər hansı mövzularda çətinlik çəkdiklərini müəyyənləşdirmək və müxtəlif strategiyalardan istifadə edib vəziyyəti düzəltməyə çalışırlar. Bəli, şagirdlər müstəqil öyrənmə xüsusiyyətini yerinə yetirirlər və şagird yönümlülük prinsipinə də əməl edirlər və eyni zamanda da həm də burada deyir axı, müəllim fiziki qüsurlu şagirdin sinif mühitində tez adaptasiya olması üçün fərqli qrup işləri həyata keçirir. Bəli, burada da əməkdaşlıq və inklüzivliyi götürmək olar ikidə. Çünki şagirdlər həm əməkdaşlıq göstərirlər qrup şəklində, həm əməkdaş olurlar, həm də orada fiziki qüsurlu şagirdlər də iştirak etdiyi üçün inklüzivliyi götürə bilərik biz. Baxın diqqətlə. Çünki biz demişdik axı, fiziki qüsurlu şagirdlərlə sağlam şagirdlərin eyni sinifdə təhsil alması nə idi? Bu inklüzivlik idi. Yəni bütün şagirdlər üçün təhsil əlçatan olur artıq. Ona görə də biz 1-ə müstəqil öyrənmə, şagird yönümlülük, 2-ə isə əməkdaşlıq, inklüzivliyi götürə bilərik müəllimlər. Bu da düzgün cavab 9-da B variantı olacaq. 10-cu sualı oxuyaq. 10-cu sual deyir ki, rəqəmsal savadlılıq və informasiya savadlılığı, uyğunluğu müəyyənləşdirin deyir, daha doğrusu uyğunluğu müəyyənləşdirin deyirsə, rəqəmsal savadlılıq və informasiya savadlılığına aşağıdakılardan hansının uyğun gəldiyini götürürük. Deməli, rəqəmsal savadlılığa nə uyğun gələ bilər? Aşağıdakıları oxuyaq və uyğunlaşdıraq. A-da deyir ki, müəllim şagirdlərə mövzu ilə bağlı PowerPoint proqramında təqdimat hazırlamağı tapşırır. Bəli, əgər müəllim PowerPoint proqramında təqdimat hazırlamağı tapşırırsa, demək ki, burada şagird kompüterdən istifadə edib. PowerPoint proqramı əlbəttə ki, bilirik ki, kompüterdədir də. Kompüterdən istifadə edibsə, elə bu rəqəmsal savadlılıqdır. 1-ə A-nı götürə bilərik. Sonra B-də deyir ki, havanın küləkli və yağışlı olması xəbəri ilə rastlaşan şagird bu xəbərin mənbəyini araşdıraraq nə dərəcədə düzgün olduğunu yoxlayır. Bəli, informasiya savadlılığı düzdə olan şagird əlbəttə informasiyanın doğru olub olmadığını araşdırmalıdır. Ona görə də əgər araşdırırsa informasiyanın doğru olub olmadığını, 2-yə də B-ni götürə bilərik. Çünki informasiya savadlılığına aiddir. Ona görə B-ni götürürük 2-yə.
C-də deyək ki, şagird informatika dərsində kompüterdən sərbəst şəkildə istifadə edərək əməliyyatları yerinə yetirir. Bəli, əgər şagird kompüterdən istifadə edirsə, elə bu onun rəqəmsal savadlılığıdır. 1-ə C-ni götürürük. D-də deyək ki, şagird məktəb kitabxanasının kataloqundan düzgün istifadə etməyə bacarır. Bəli, şagird əgər məktəb kitabxanasından istifadə edirsə, hər hansı bir informasiya toplayanda və yaxud da valideynindən, müəllimindən informasiya toplayırsa, bu şagirdin informasiya savadlılığıdır əlbəttə ki. Elə kitabxana özü də elə informasiya savadlılığı üçün açar sözdür burada. Bəli, 2-yə də D-ni götürə bilərik. Demək ki, 1-ə A, C, 2-yə də B, D variantı uyğun gəldi. Düzgün cavab A variantı.